Dostlar salam, bildiyiniz kimi Napoli Qarabağ oyunu yaxınlaşır. Ona görə bu videoda istəyirəm ki, oyun haqqında ən son xəbərlər, yeniliklər və sair haqqında danışım. Onu deyim ki, videoya keçmədən öncə kanala abunə olub videonu bəyənməyi unutmayaq. Bildiyiniz kimi keçən oyun Kadi zədələnmişdi və artıq o 7-10 həftəlik sıradan çıxıb, bu artıq hamıya məlumdur və bir yaxşı xəbər gəldi ki, artıq Johnny Montiel Kadinin əvəzinə UEFA-nın iştirak ərizəsinə salınıb. Bildiyiniz kimi UEFA zədələnən bir oyunçunu əvəzləməyə imkan verir və Qurban Qurbanov da öz seçimini Johnny Montiel tərəfindən edib. Montielə ümidlər böyükdür. Təbii ki, Kadinin zədələnməsinə hamımız üzürük, amma Montielə də ümidlər böyükdür və onun heyətə salınması məncə Qarabağ üçün müsbət bir şey olacaq. Napolidə isə zədə böhranı davam etməkdədir. Bilirsiniz ki, komandada zədəlilərin sayı həddindən artıq çoxdur, yəni əsas heyətin üzvlərindən söhbət gedir. Yarım müdafiənin iki əsas dayağı olan Kevin De Bruyne zədələnmişdi və digər zədəli isə Anguissa oldu. Bildiyiniz kimi Anguissa bu il Napolinin əsas heyət üzvlərindən biridir və əsas heyətin əsas oyunçularından biridir. Təbii ki, bir oyunçunun zədələnməsi xoş qarşılanan bir şey deyil, amma Qarabağ adına həqiqətən bu sevindirici bir haldır ki, Napolinin bu əsas heyət üzvləri Qarabağın oyunda iştirak eləməyəcək. Napoli Qarabağ oyununun hakimlər briqadası da müəyyən olunub. Oyunu Polşadan olan hakim Simon Martinyak idarə eləyəcək. Oyunun var hakimi isə Niderlandlı Paul van Boekel olacaq. Xorvatiyalı Ivan Bebek də avar hakim olaraq qeydə alınıb. Ivan Bebek Çempionlar Liqasında Atletik Bilbao Qarabağ oyunda var hakimi və oyunda bildiyiniz kimi penalti epizodu çox müzakirə olunmuşdu və hakim orada penalti təyin etməmişdi. Napoli nəhayət ki 3 oyun sonra qələbə qazanıb, komanda öz evində Atalantanı 3-1 hesabı ilə məğlub edib. Oyundan sonra Conte Qarabağ haqqında verilən suallara da cavab verib. O Qarabağı mövsümün sürpriz komandası adlandırılıb və bu oyuna bütün enerji ilə, bütün gücləri ilə hazırlaşdıqlarını bildirib. Hələlik oyun haqqında məndə olan xəbərlər bu qədərdir. Növbəti videoları qaçırmamaq üçün abunə olmağı, videonu bəyənməyi unutmayın.